Lakin onun adının Abu Bakr olmasında səbəb ölkəmizdə bir çox xeyirlərin səbəbi olan Şeyximiz Qamət, Allah razı olsun, odur. O adın qoyulmasında səbəbi oldu. Düz 20 yıl bundan qabaq Abu Bakr dünyaya gəlmişdi və mən atam, Allah ona xeyirli ömür versin, qardaşlarla məsləhətləşmişlər ki, ona hansı adı versinlər. Çünki bilirsə, əlhəmdülillah, evlada salihlərin adını qoyma xeyirdir və sünnədir. Bizdən əvvəlkilər də evlatlarına salihlərin adını verərlər. Və məsləhət elədilər ki, hansı adı verək? Şeyh məsləhət gördü ki, Abu Bakr. Abu Bakr adı dəyərli qardaşlarım, Peyğəmbər sallallahu aleyhi ve sellemin ən sevimli sahabəsi olan İslamın birinci xəlifəsi Abu Bakr As-Sıddıqın adıdır. Bu böyük bir şərəflə bu adı daşımaq. Mən bütün Abu Bakrlara, Ömərlərə, Osmanlara, Əlilərə, Talhalara, Həsənlərə, Hüseynlərə, həmçinin qadınlardan Ayşələrə, Məryəmlərə, Xədicələrə Allahdan qorxmağı, həyatlarını Allahın təkliyini üzərində qurmağı nəsib edirəm. İlk öncə özümə. Allah Teala buyurur ki, "Vəl vasaynəl-ləzīne utul kitəbə min qablikum və iyyakum ən ittaqullah." Biz sizdən əvvəlki əhl-i kitaba tövsiyə etdiyimiz kimi sizə də